Salam, hörmətli tələbələr və reyd təvəkkərləri. Mən İlfət müəllim Şəxəliyev. Bu günlərin növbəti bir video ilə qarşınızdayım. Vaxt itirmədən keçək suallara. Bizə deyir ki, 500 kiloqram 15% duzlu su məhlulundan neçə kiloqram su buxarlandırmaq lazımdır ki, 25% məhlul olsun. Deməli, 500 kiloqram 15% məhluldur. Birinci 500 kiloqramın 15%-ni tapmaq görək nə qədər burada məhlul var, maddə var. Baxıram ki, sıfırlar ixtisar gedir. 75 kiloqram. 75 kiloqram deməli duz məhlulu var. Onda belə çıxır ki, deyir nə qədərsini buxarlandırmaq lazımdır ki, 25% olsun. Deməli, uşaqlar 75 kiloqram duz məhlulu qalır yerində. Ümumi bizim 75 kiloqram deməli maddə qalır yerində. Bizim məhlulumuz 500 kiloqramdır. Biz su buxarlandığımıza görə məxrəcdən çıxacaq x-i. Və bunu vuracaq 100%, alacaq nə? Alacaq 25%-li məhlul. Başlayırıq bunu həll eləməyə. Alırıq nə? 75 vur 100 böl nə? Böl 500 çıx x bərabərdir 25-ə. Onda buradan yazıram. 75 vur 100 bərabərdir 25 vur nə? 25 vur 500 çıx x. Onda hər tərəfi 25-ə bölsək 75 vur 4 bərabərdir nə? 500 çıx x-ə. 75-ə 4-ə vuranda 300 eləyir deyəsən. 300 bərabər nə? 500 çıx x-ə. Deməli, x nəyə bərabərdir? 200-ə. Deməli, nə qədər su buxarlandırmaq lazımdır? 200 kiloqram su buxarlandırmaq lazımdır ki, həmin o duz ümumi məhlul 25% neynəsin? Təşkil eləsin. Baxırıq növbəti bir suala. Belə bir sual veriblər. Həndəsə anlayışlarına bağlı sualdır. Əslində maraqlı suallardan biridir. Deməli, bura yazıb 70 dərəcə. Bura yazıb x. Burada yazıb 170 dərəcə. Bir x-i tap. Ay uşaqlar, bu zaten konkret düsturu var. Əgər düsturu bilmirsinizsə yadınızdan çıxır. İndi bir üsulla yazacağım, həmin üsulu yada saxlayın. Gəlin buradan xəyali bir ox çəkək, belə xətt çəkək. Bunu tamamlayaq 5 bucaqlı bir fiqura. 5 bucaqlı fiqura. 5 bucağın daxili bucaqlar cəmi nəyə bərabərdir? 180 vur. N çıx 2 düsturuna görə yazıram nə? 180 vur. 5 çıx 2, yəni 180 vur 3 verir nə qədər? 540. Bunun hamısının cəmi 540-dır. Bu ikisinin cəmi nə qədər? 90, 90, 180-dir. Elə deyil. Yazıram nə? Yazıram 180 üstə gəl 70, üstə gəl 170, üstə gəl x bərabərdir 540-a. Onda burada nə alıram? Alıram 180 üstə gəl 240, üstə gəl x bərabərdir 540. Bərabərdir 540. Onda x nəyə bərabər olur buradan? 540-dan çıxaram nə? 180-dən 240-ın cəmi nə qədər? 300, 420. Onda alıram ki, x sən demə nəymiş? X bərabərmiş uşaqlar 120 dərəcəyə bərabərmiş. Aydın oldu mu? Qəşəng sual idi bu. Sonra, burada belə bir sualımız var bizim. Çevrə verib. Çevrədən elə bil ki, 2 dənə nə çəkilib? 2 dənə belə vətər çəkilib. Bilmirəm, burada deyir, bu alfa bucağını tap. Bizə də qiymət verib ki, deyir, bura 40 dərəcədir. Bura 40 dərəcədir. Burada 80 dərəcədir. Bu bucağın qiymətini tap ki. Uşaqlar, biz bilirik ki, bu formada olanda, keçəndə nəyiz tapırdıq? Tapırdıq ki, alfa bərabərdir nəyə? 40 üstə gəl 80 bölünə 2-yə. Yəni, alfa nəyə bərabər olacaq onda? Alfa bərabər olacaq 60 dərəcə. Yəni, onların cəminin nəyinə? Bərabər olar cəminin yarısına. Sonra belə bir sual var, Bir dəyirmi masa ətrafında bir 6 nəfər, 1, 2, 3, 4, 5, 6. 6 nəfər əyləşir. Onlar neçə yer dəyişmə eləyə bilərlər? Neçə yer dəyişmə eləyə bilərlər öz aralarında? Neçə fərqli üsulla əyləşə bilərlər? Deməli, uşaqlar, bunu tapmaq üçün bizim düsturumuz var, yada saxlayın bunu. Dəyirmi masada n-1 faktorial. Yəni, neçə nəfər var burada? 6 nəfər. Onda nə yazıram? 6 çıx 1 faktorial. Yəni, nə? Yəni, 5 faktorial. Uşaqlar, 5 faktorial da nəyə bərabərdir? 1 vur, 2 vur, 3 vur, 4 vur, 5-ə. Bu nə verir bizə? Bu da bizə verir 120. Nədir? Bəli, 120. Deməli, 120 usulu o yerlərini dəyişə bilərlər. Sonra, belə bir suala baxaq. Belə bir sual verilib. Deməli, qeyd olunub ki, məktəbdə bir sinif var, 20 nəfərlik sinifdə şagirdlər bir-birlərinə hədiyyə verirlər.
Ümumilikdə neçə hədiyyələşmə prosesi baş verəcək? 20 nəfər uşaq var, bir-birlərinə hədiyyə verirlər. Neçə hədiyyələşmə prosesi baş verəcək? Uşaqlar, bunun düsturu var ki, n vur n sıx 1-ə. Yəni, ümumiyyətlə, hədiyyələşmək, əl sıxmaq kimi məsələlərdə n vur n sıx 1 düsturu tətbiq olunur. İndi 20 nəfər varsa, 20-ni vururam nə? 20-dən 1 əksik, yəni 19-a. Bu da bizə verir 380. Deməli, ümumilikdə 380 nədir? Belə proses baş verəcək. Uşaqlar, video xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avamda olsun. Hələlik.